Su kanalizasiya xəttlərinin yenilənməsi layihəsi işlərini həyata keçirən şirkətlə müqavilə bağlayaraq müxtəlif xidmətlər göstərdilər. Kimisi işçilərin daşınmasını təşkil etdi, kimisi də tikinti texnikaları ilə layihəyə dəstək verdi. Ancaq gördükləri işin qarşılığında zəhmət haqlarını aylardır ala bilmədiklərini deyirlər. Mən təxmini 1-2 ilə yaxındır ki, Emagro ilə Kamaz maşını arenda vermişəm və axırıncı oktyabr, noyabr aylarının pulunu verməyiblər, arenda pulunu verməyiblər. İndi 2 aya təxmini 2800 manat alacağım. Biz servis xidməti göstəririk öz avtomobilimizlə, yazılı müqavilə ilə işləyirik. 7 aydır biz pulumuzu ala bilmirik. Nə edirsiniz? Elə bil işçiləri daşıyırdıq, bəli, nəzarət edirdik belə. Şikayətçilərin sözlərinə görə əmək haqqını ala bilməyənlərin sayı 15 nəfərə yaxındır. Onlara ödənilməli olan vəsait isə minlərlə manat təşkil edir. Ancaq dəfələrlə məsələ ilə bağlı şirkətə müraciət etsələr də ödənişlərin nə vaxt ediləcəyi ilə bağlı konkret cavab ala bilməyiblər. 7-ci ayda pulumuzu ala bilmirik. Elə hər həftənin başı deyirlər ki, veriləcək, hələ bir söhbət yoxdur. Gəlirik, gedirik, harası da ay 800 manat, kimlər? Heç gün gəlirik, gedirik, heç bir şey yoxdur hələ ki. Deyirlər, verəcəklər. Konkret indi deyirlər ki, heç bir şey yoxdur, məlumatımız yoxdur. Məsələ ilə bağlı əvvəlcə iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirildi ki, bu məsələdə cavabdeh olan podratçı şirkətdir. Şikayətlərə də onlar aydınlıq gətirməlidirlər. Layihədə podratçı kimi iştirak edən Magro Construction şirkəti ilə də əlaqə saxlamağa çalışdıq. Özünü qurumun əməkdaşı kimi təqdim edən Elvin adlı şəxs açıqlama veriləcəyini bildirsə də, sonradan heç bir münasibət bildirmədi. İndi şikayətçilərin ümidi odur ki, məsələ ictimailəşəndən sonra problemlərinin həlli ilə bağlı konkret addımlar atılar. Rasim Əziz, Fərrux Qafarov, Kəmal Əlmuradova, Xəzər xəbər.